Salam əziz uşaqlar. Biz bu günləri mərtəbələr haqqında, riyaziyyatdan, yəni 4-cü sinif səviyyəsində mərtəbələr haqqında izah edəcəm. Məsələn, mərtəbələr dedikdə hansı mərtəbələri tanıyırıq? Məsələn, təkliklər mərtəbəsini tanıyırıq. Onluqlar mərtəbəsidir. Yüzlüklər mərtəbəsi, minliklər mərtəbəsi. Və sarı, yəni milyonluqlar, trilyonluqlar mərtəbələri var. İndi hər iki minliklər mərtəbəsinə qədər izah edim. Məsələn, deyirik ki, 3423. 3423-də 3 burada təklik deməkdir, 2 onluq, 4 yüzlük, 3 də minlik. Və bunun mərtəbə qiyməti deyəndə nə başa düşürük? Mərtəbə qiyməti ilə mərtəbə vahidin, yəni çox uşaq səhv salır. Bunu qarışdırmamaq üçün, məsələn, belə edək, mərtəbə qiymətləri deyəndə hər hansı bir rəqəmin hansı mərtəbədə yerləşdiyini götürürük və qalanların sıfıra dönüşdürürük. Məsələn, deyirik ki, burada, məsələn, minlikdən başlayaq. 3 burada minlikdir və minlik mərtəbəsində yerləşir. Və bunun mərtəbə qiyməti deyəndə 3-ü götürürük və 3 də sıfır atırıq. Yəni yüzlükdür, onluqdur, təkliyi sıfıra dönüşür. Olur 3000. Bunun nə idi? Mərtəbə qiyməti. Mərtəbə qiyməti. Mərtəbə qiyməti deyəndə neylədik? Rəqəmin özünü götürüb, hansı mərtəbədə yerləşirsə, o mərtəbəyə uyğun sıfırlar əlavə edirik. Məsələn, 2 mərtəbəsini götürək. 2 harada yerləşir? Onluqda. Onluqda yerləşdiyinə görə, onluqda da nə olur? Bir dənə sıfır olur. Olur 20 mərtəbə qiyməti. Təkliyin isə mərtəbə qiyməti yoxdur. Elə təkliyin öz rəqəmin özünü götürürük. Yəni sıfır artırmırıq. Təklik çünki təklikdə yerləşir. Yüzlüyün mərtəbə qiyməti, məsələn, götürək 4. 4 yüzlükdürsə, olur 400. Qiymətin, rəqəmin özünü götürürük və hansı mərtəbədə yerləşirsə, o qədər də sıfır əlavə edirik. Bu, onun mərtəbə qiymətidir. Bir də var, mərtəbə vahidi. Mərtəbə vahidi dedikdə nə nəzərdə tutulur? Mərtəbə vahidi dedikdə, məsələn, burada 2-nin mərtəbə vahidi. 2 onluqda yerləşir və mərtəbə vahidi nədir bunun? 10. Yəni, artıq burada 2-nin özünü götürmürük. Sadəcə, hansı mərtəbədə yerləşdiyinə görə həmin mərtəbəni götürür və onun mərtəbə vahidi. Məsələn, 3 minlikdə yerləşir və bunun mərtəbə vahidi neçədir? 1000. 4-ün mərtəbə harada yerləşir? Yüzlükdə yerləşdiyinə görə olur 100. Mərtəbə vahidi olur 100. Yəni, uşaqlar, başa düşmək lazımdır ki, mərtəbə qiyməti götürəndə, mərtəbə qiymətini deyəndə hər hansı bir mərtəbələrdə yerləşən rəqəmin özünü götürürük və o qədər də sıfır atırıq. Mərtəbə vahidi dedikdə isə həmin rəqəmi 1 kimi götürün. Yəni, vahiddir. Mərtəbə vahidi. Vahid nə deməkdir? Yəni, vahid bizim dildə 1 deməkdir. Mərtəbə qiymətin rəqəmin özünü götürür, o qədər sıfır atırıq. Vahid deyəndə isə, vahid 1 deməkdir. 1-ə çevirir və o qədər də sıfır atırıq. Bu qədər əziz uşaqlar, ümidvaram ki, anlayışınız oldu. Sağ olun, abunə olmağı unutmayın.